Deməli, sosial şəbəkələrdə belə bir xəbər yayılıb ki, 19 yaşında bir gənc oğlan 14 yaşında bir uşaqla hamamda dəm qazından boğulublar. Oğlan ölüb, qızın da vəziyyəti ağırdır. Hələ utanmırlar, girirlər oğlanın videosunun altında yazılar Allah rəhmət eləsin. Bunun Allah nəyinə rəhmət eləsin ki, 14 yaşında bir qız hamamda bu ilə nə iş görürdü? Bax, ona görə İranın bizə, o Fars mollalarının, donuz mollalarının bizə sırıdığı o xurafatlarla dolu düşüncələr olur. Bax, gənclərimizin beyninə ki, filankəs 13 yaşında ərə getdi, filankəs 14 yaşında ərə getdi, ana oldu. İndi də bu qızın da valideynləri çıxarlar sabah deyərlər ki, hə, biz nişanlamışdıq oğlanla, gözləyirdik ki, qızın 17 yaşı olsun, ərə verək. Oğlan 100% çimirdi hamamda, qız ona dəsmal verməyə girəndə ikisi də dəm qazından birdən-birə dəm qazı vurub bunlara boğulub bu günə qalıblar. Necə çıxacaq cəmaatın üzünə bu uşağın valideynləri? Hələ də biri mənə yazıb, düzdür, mən indi hər yazılan inanmıram. Deyirlər, bu oğlanın bir neçə il bundan qabaq pozğun bir videosu da yayılmışdı bir qızla. Yəni bu oğlan əgər belə bir əməllər edən idisə, bunu niyə tutmayıblar vaxtında? Bax, görürsünüz, birinci bunu ilə mübarizə aparmalıyıq biz bugün. Biz bugün din altında bizim gənclərimizin beyninə yeridirlər. Ha ki, 14 yaşında qızı ərə vermək lazımdır, 15 yaşında qızı ərə vermək. O İran mollaları var, ha, hansılar ki, ermənilərə qucaq açıblar. Onlarla mübarizə aparmaq lazımdır. Hələ bir utanmırsız bu oğlandı videosunun altına ya da şəkilin altına yazmış, Allah rəhmət eləsin. Bunun nəyinə Allah rəhmət eləsin? Belə oğlanlar ilə dəm qazından ölsünlər, nə bilim, yatan yerdə yatıb ölsünlər bəlkə də. İndi bu qızın valideynləri necə çıxacaq bu cəmaatın üzünə? Yəni bu nə uşaq böyütməkdir, nə təfərrüqdür bu, nə beyindir bu, nə şuurdur bu. Yəni, indi ki bu verilişlər deyirsiniz, yoxdur bu verilişlər. Bu hardan gəlib, bu bizlərdən gəlib, Telegramda ifşa səhifələri, TikTokda bu oğlanlar otururlar, çəkirlər sağ çiyinlə, sol çiyinlə, 7 günəş nə bilim, o bəzilərdə var, İranda oturan boynu yoğunlar var, kırıtıdır, mırıtıdır, nə bilim, onların elə təfərrüqüdür də bu uşaqların beyninə belə gic-gic şeylər salırlar. Allah bizim dövləti var eləsin, nə bilim, nə olacaq bunun axırı?